Əlifbamızda neçə səs var? Sevinç? 9. Xeyr, bu səhv cavabdır. 34. Bəli. Növbəti suala Sevinç cavab verə bilməyəcək. Mikail və Elçin üçün sual səslənir. Siklobutanda neçə müxtəlif element atomu var? Mikail? 2. Bəli, bu düzgün cavabdır. Mikail ilk halını qazanır, Sevinç qayıdır oyuna. Sual səslənir hamı üçün. 457 ədədini onluqlara qədər yuvarlaqlaşdırdıqda Sevinç 460. 460 dediniz. Gəlin sualı dinləyək. 457 ədədini onluqlara qədər yuvarlaqlaşdırdıqda neçə alınır? Bəli, 460. Sevinç də ilk halını qazandı, sıra Elçindədir. Yəqin ki, hə? Davam eləyirik, sual səslənsin. Sfaqnum hansı faydalı qazıntı materialını əmələ gətirir? Elçin? Torf. Bəli, torf. Davam eləyirik. Sual səslənir. Qış gün dönümü hansı tarixdə baş verir? Elçin? 21 dekabr. 22 dekabr. Bəli. Səhv cavabdır deyə növbəti suala cavab verə bilməyəcəksiniz Elçin və beləliklə sual səslənəcək Mikail və Sevinç üçün. Cisimlər arasındakı məsafəni artırdıqda cazibə qüvvəsi Mikail Azalar. azalır dediniz. Cisimlər arasındakı məsafəni artırdıqda cazibə qüvvəsi necə dəyişər? Azalar, bəli. Doğru cavabdır. Sual səslənir hamı üçün. Xilafət dövründə müsəlmanların azad olunduğu vergi hansı idi? Mikail? Cizyə. Bəli, bu düzgün cavabdır. Sual səslənir. Sarban karvana başçılıq edir. Elçin? Karvana. Karvana dediniz. Sarban karvana başçılıq edir, yoxsa quyu qazır? Bəli, bu düzgün cavabdır. Başçılıq edir. Növbəti sual səslənir. Hesabdar sözü hansı nitq hissəsidir? Sevinç? Sifət. Xeyr, bu səhv cavabdır, isimdir. Növbəti suala Sevinç cavab verə bilməyəcək, sual səslənir oğlan.